Bura biz asetal protez düzəltmişik. Asetal protez budur. Asetal materialın adıdır. Burada bir elastiklik var fikir veririksə və qarmaqlar da ağdır. Bunu metal da eləyə bilirik bu hissəni. Metal olanda burada elastiklik olmur. Və yaxud digər bir versiyalarda belə bir versiya da var ki, ümumiyyətlə bu protez materialının bu rəngdə neylon protezlər var ki, belə tamamilə hər tərəfi elə eyni materialda olur. Onların qarmaqlarını da elə öz materialından qoyulur adətən və belə elastik olur o da. Amma o materiallara o qədər də mən güvəndiyim materiallar deyil, neylon materiallar. Çünki dişləri çox əzir, çox dağıdır. Asetal karkasın burada protezin içindən getməsinə görə karkas formasında protezin içindən də belə getmişdir. Bir də görürsünüz ki, çox yerlərdə belə protezin öz materialından olunur bu. Neylonlar demirəm, akril materialdan. Həmin anda bu hissədə dişlər düşdüyü üçün burada protezin zəifləmə nöqtəsi olur və daha qalın olur bu hissə. Qalın olanda da qalın niyə görə olunur? Çünki belə qırılmasın. Düzdür, elastik olunur, amma qırılmasın deyə. Bu səfər dil üçün darısqallıq edir. Belə qalın belə getdiyi üçün burada dil üçün darısqallıq edir. Amma bu daha uyğun versiyalardandır. Açırıq. Belə bir tıqqıltı ilə gəlib keçməyi də var bunun. Tık gəldi, keçdi. Rahat şəkildədir. Alt çənədə hər hansı bir dişin olmağı çox vacibdir protezin qalması üçün. Asetal materialın protezin arxa tərəfində görünüşü də belədir. Dişləri görürüksə buradan, belə güzgümdən görürüksə tam konkret olaraq gəlib yapışmışdır. Yəni ki, o da belə yapışanda burada artıq bu hissədən gəlib baxsaq, yapışmışdır burada görürük. Yapışanda da buradan hər hansı bir qida yığımı falan da olmur burada. Yəni protezin altında qida yığmayacaqdır, rahat olacaqdır bu.